7 aylıq körpəmizin baş beynin neyrosonografiya müayinəsini edirik. Beyin mərəcikləri, yarım kürələr arası yarıq, subarachnoidal məsafə normal diametrdədir. Beyin mayesinin artıq olması izlənilmir, hidrosefaliya izlənilmir. Həmçinin baş beynin qidalanmasına da baxırıq. Doppler müayinəmizdə, rəngli Dopplerdə ön beyin, orta beyin və arxa beyin arterlərində qidalanma normaldır. Qan sızma da izlənilir, həmçinin baş beyində əvvəl arter vəziyyədə yoxdur. Şırın qırışıqlar deformasiyasızdır, normal miqrasiyadadır.